Hürmetli vatandaşım, evet kileksimizi başlayımız. İqtisadşünaslar öy bahası düşüp ketdi. Məbləğ salğıçılar bazardan çekindi dedi. Mavzulu xabar 9. ayının 29. günü Büyük İrator bitide ilan kılındı. Cungo iqtisadşünaslardan Yi Shenrong növbəti mundaq görsətdi. Gerçi hükümet öy imaret kəsbini qutuldurushning türlü tədbirlerini o'ttirib qo'ygan bo'lsa-mu, lekin Jungoda öy imaret savdo tijoratining bozori qiyinchilikdan qutula olmadi. Öy imaret kəsbining xatiri kun sayin o'rlashga boshladi. Mablag' solg'uvchilar bozordan chekinishga boshladi deb ko'rsatdi. Yi Shenrong mundaq hisobladi. Növbətdəki Jungo'nun öy imaret bazarı məbləğ selişini yetakçı qılğan. Bolubmu birinci dərəcəlik şəhərlər məbləğ selişini texmu asas qılğan idi. Sallıq məlumatlarga asaslanğanda bir yıldan beri 70 çoğ şəhərdə, köplügən şəhərlərdə öy imaretinin bahası düşüşkə başladı. Məsələn, Ningpo, Hangzhou qatarlıq şəhərlərdə öy imaret kəsbinin bahası 10% düşüb getdi. Bu əhval bu şəhərlərdə öy imaret bazarının kəlgüsü əhvalının hazırdan başlap özgürüb atqanlığıdan dirək biridir. Bundaq əhvalda məbləğ salğıçılarının pürüstü azıyıb getidi. Yoki yo'qoladi. Məbləğ salğıçılar bazardan çekinidi. Oltiraq öylərə düşkən ehtiyacmı 0%'e düşüp kalıdı deydi iqtisadşünas Yi Shenrong efendi.